Abşeron rayon polis idarəsinin əməkdaşları Xırdalan şəhərindəki Heydər Əliyev parkında musiqi məktəbinin arxasında yerdə uzanmış vəziyyətdə naməlum kişi meyidi aşkar edir. Araşdırma nəticəsində məlum olur ki, öldürülən şəxs Xırdalan şəhərində kirayədə yaşayan 1979-cu il təvəllüdlü Ramiz Hüseynovdur. Ramiz Hüseynov Azərsunun əməkdaşı olub. Hadisə yerinə baxış zamanı meyidin ətrafındakı qan ləkələrindən nümunələr götürülüb. Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 121.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanır. 2 gün sonra hadisədə Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Günel Qasımova şübhəli bilinir. Araşdırma zamanı müəyyən olunur ki, Qasımova 2010-cu ildə hüquq mühafizə orqanlarında çalışıb, xidmətə qəbul olunub. 2016-cı ildə isə, yəni hadisədən 2 il əvvəl yanvarın 13-də öz istəyi ilə, öz ərizəsi xidmətdən uzaqlaşıb. Dindirilmə zamanı Günel Qasımova bildirib ki, 2004-cü ildən ailəlidir, bir övladı var. O, 2010-cu ildə hüquq mühafizə orqanlarında inspektor vəzifəsində işləyib. 2010-cu ildə isə öz istəyi ilə işdən çıxıb. Təxminən 3-4 il əvvəl atasının Pirşağı qəsəbəsində yerləşən bağında su çəkilişi ilə bağlı Azərsu Açıq Səhmdar Cəmiyyətində çalışan Ramiz Hüseynovla telefon vasitəsilə tanış olub. Sonradan bir neçə dəfə görüşüblər və beləcə aralarında münasibət yaranıb. 2018-ci ilin yanvarında Ramiz Hüseynov işdə yaranan problemlərlə əlaqədar 1000 manat pul istədikdə Qasımova ərindən xəbərsiz yığdığı pulu ona borc verir. Apreldə Hüseynov tərəfindən yenidən pul istənilir və bu dəfə də Qasımova, yəni Günel Qasımova ona əlavə 1000 manat da verir. Beləcə ümumi borcu 2000 manat olur. Elə həmin ilin aprelində Ramiz işdən çıxır və maddi çətinliklər yaşamağa başlayır. Onların münasibətindən Ramiz Hüseynovun həyat yoldaşı və bacısının da xəbəri olur. Dəfələrlə Ramiz Hüseynovun mobil telefonuna zəng edən Günel Qasımova onu təhdid eləməyə başlayır. Oktyabrın 20-sində yazışma zamanı o Hüseynovdan borc verdiyi pulu tələb edir. Ramiz isə hazırda cəmi 1000 manatının olduğunu, əgər həmin məbləği bu axşam ona verməsə, onun da xərclənəcəyini deyir və Xırdalana gəlməsini bildirir. Qasımova sifariş etdiyi taksi ilə Heydər Əliyev prospektinə gəlir, zibil konteynerlərinin yanında maşından düşərək Ramizə zəng etsə də telefonu sönülü olur. Bir neçə dəfə Günel əlaqə saxlamağa cəhd edir və bu cəhdlərin heç biri uğurlu olmur və Ramizə sonda yenə də zəng çatmır. Təxminən 15 dəqiqə gözlədikdən sonra Ramizin onu aldatdığını düşünür və başqa taksi ilə evə qayıdır. Hazırda qeyd etdiyimiz informasiya Günelin ifadələrindən birində qeyd olunur. Güya səhəri gün polis əməkdaşları onu yaşadığı evə gəlir, Qasımovanı Abşeron rayonu polis idarəsinə aparırlar. Orada o Ramiz Hüseynovun Xırdalanda qətlə yetirildiyini öyrənir. Yəni güya onun ölümündən həmin gün xəbər tutur. Müşahidə kameralarına baxış zamanı Ramiz Hüseynovun parkın əsas girişində Günel Qasımova ilə görüşdüyü görünür. Bununla əlaqədar olaraq o ertəsi gün yenidən idarəyə dəvət olunur. Kamera görüntüləri göstərildikdən sonra Günel Ramizlə görüşdüyünü etiraf edir və ifadəsinə növbəti düzəlişləri edir. İkinci dəfə dindirilərkən Günel Qasımova ifadəsində bildirir ki, oktyabrın 21-də polis idarəsində Ramizin öldürüldüyünü eşidəndə qorxur və bir qədər düşünmək üçün zaman qazanmaq istəyir. Buna görə də əvvəlki ifadəsində hadisə axşamı Ramizi 15 dəqiqə gözlədikdən sonra gəlmədiyini görüb taksi ilə evə qayıtdığını deməklə yalan danışdığını etiraf edir. Amma bu etirafa o, kameralara düşən öz görüntülərini gördükdən sonra qərara gəlir. Çünki artıq polisdə və hüquq mühafizə orqanlarında onun Ramizlə görünməsinə bağlı görüntülər var idi. Günel Qasımova ikinci ifadəsində deyir ki, bəli, əslində onlar həmin axşam parkın qarşısında görüşüblər.
səmimi şəkildə söhbət edərək piyada gəziblər və güya aralarında heç bir mübahisə olmayıb. Daha sonra Qasımova evə getməli olduğunu bildirib, Ramiz isə dostlarının yanına gedəcəyini, evə çatanda ona zəng edəcəyini bildirib. O ifadəsində qeyd edir ki, Ramiz Hüseynovu öldürməyib və cinayəti törətmək üçün heç bir motivi yoxdur. Qasımova əlavə edir ki, Ramizlə münasibətindən nə həyat yoldaşının, nə də doğmalarının xəbəri olub. Yalnız hadisədən 1-2 gün əvvəl anası onun Ramizin ona borcu olduğunu, daha doğrusu onun Ramizə borc verdiyini öyrənir və hadisə günü isə evlərin həyətində sıxlıq olduğuna və avtomobil saxlamağın çətinliyinə görə, həmçinin Xırdalanı yaxşı tanımadığına görə ora öz maşını ilə deyil, taksi ilə yollandığını bildirir. Bu da qeyd edək ki, Günelin ifadələrindən növbətçisi idi, daha doğrusu ikinci ifadəsi idi. Əslində isə hadisə necə olub, bunu hələ ki bilmirik. Şahid Ramiz Hüseynovun həyat yoldaşı ifadəsində deyir ki, 5 il ərzində həyat yoldaşı Ramizin Günellə yaxın münasibəti olduğunu bilib. Onun sözlərinə görə oktyabrın 16-sında Günel zəng edərək ədəbsiz ifadələrlə onu təhqir edib və sənin ərini qətlə yetirəcəm. O öləndə də son sözü Günel olacaq, bu da səni ömrün boyu yandıracaq deyə hədə-qorxu gəlib. Həyat yoldaşı qeyd edib ki, o həmin vaxta qədər ərinin qadına borcu olmasından xəbərsiz olub. Bu barədə Ramizdən soruşanda o Günelə borcu olduğunu təsdiqləyib və pulu qaytardıqdan sonra qadının ondan əl çəkəcəyini bildirib. Ən ciddi ifadələrdən biri də şahid Nicat Abuşov tərəfindən gəlir. O bildirir ki, mərhum Ramiz Hüseynov onun qohumu olub. O bir neçə dəfə Ramizlə birlikdə Günelin yaşadığı ünvana gedib, Nicat həyətə düşüb gözləyib, Ramiz isə mənzilə qalxıb və 1-2 saatdan sonra aşağı enib. Hadisədən 2 il əvvəl Ramiz, Günel və onun rəfiqəsi ilə birlikdə istirahət məqsədi ilə Nabrana gediblər. Orada istirahət zamanı Ramiz münasibətlərinin gec-tez başa çatacağını deyib. Bu sözləri eşidən Günel masanın üzərindəki bıçağı götürərək onun dediklərini təkrarlamasını tələb edib. Lakin ətrafdakıların müdaxiləsi ilə vəziyyət sakitləşdirilib və bunun bir zarafat olduğu görünüb. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Bunun üçün 070 291 78 98 nömrəsindən əlaqə saxlaya, eyni zamanda WhatsApp vasitəsilə yaza bilərsiniz. Məhkəmə iclasında Günel Qasımova özünü ittiham üzrə təqsirli bilməyib. Zərər çəkmiş şəxsin hüquqi varisi isə onun barəsində daha ağır cəza təyin olunmasını tələb edib. Məhkəmə Günel Qasımovanın ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi ilə bağlı ifadələrini cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirib. Toplanmış və araşdırılmış sübutların məcmusuna əsasən Günel Qasımovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilib. 2020-ci ilin sentyabrın 7-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günel Qasımova cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.